Salam, bugün hüceyrənin biokimyası dəyər test toplusundan hüceyrənin biokimyası testlərinin izahını verəcəm. Birinci sual. Cümləni tamamlayın. Zulalın biosintez zamanı hüceyrədə suyun miqdarı, sərbəst amin turşuların miqdarı isə biz bilirik ki, zülal biosintez zamanı sitoplazmada olan sərbəst amin turşuların miqdarı azalır. Çünki zülal biosintez zamanı amin turşuları ribosomun tərkibinə daxil olaraq bir-biri ilə peptid rabitə hesabına birləşərək polipeptid zəncir əmələ gətirir. Hər dəfə zəncirdə bir peptid rabitə yarandıqda 1 mol su ayrılır. Ona görə də zolal biosintez zamanı hüceyrədə suyun miqdarı artar, amma sərbəst amin turşuların miqdarı isə azalar. Doğru cavab Y variantı. İkinci sual. Suda asan həll olur, şirin dada malikdir. Verilənlər içərisində suda asan həll olan, şirin dada malik olan monosaxaridlərdir ki, buna misal olaraq qlukozanı göstərə bilərik. Digərləri glikogen, selüloza, nişasta, xitin polisaxaridlərə aiddir və polisaxaridlərdə monomer halqalarının sayı artdıqca suda həll olma qabiliyyəti və şirin qabiliyyəti, şirin dada malik olma qabiliyyəti azalır. Doğru cavab D variantı. Üçüncü sual. Cədvələ əsasən düzgün bəndi müəyyən edin. Avtotrof canlıdır, hidrogen mənbəyi, X-də hidrogen mənbəyi sudur, digərində Y-də hidrogen sulfid, Z-də isə hidrogen mənbəyi H2-dir. Və biz bilirik ki, bakteriyalar həm avtotrof yolla, həm də heterotrof yolla qidalanır. Avtotrof yolla qidalanmanın bir növü olan fototrof yolla qidalanan bakteriyalar qırmızı, yaşıl və siyanobakteriyalardır. Və onlar hidrogen mənbəyinə görə bir-birindən fərqlənir. Lakin karbon mənbəyi hər ikisində karbon dioksiddir. Yəni karbon qazıdır. İndi bizdə doğru bəndi soruşaq. Y yaşıl bakteriya ola bilər. Xeyr. Hidrogen sulfiddən istifadə edən qırmızı bakteriyalardır. Z qırmızı bakteriya ola bilər. Xeyr, yanlışdır. Z yaşıl bakteriya ola bilər. X siyanobakteriya ola bilər. Bəli, doğru cavabımız məhz X-dir ki, X siyanobakteriyadır və yaxud da göy yaşıl yonsunlar. C variantı. Lakin Z-də sərbəst oksigen xaric edir. Fərqi yoxdur. Qırmızı, yaşıl bakteriyalar heç biri hidrogen mənbəyindən sudan istifadə etmədiyinə görə sərbəst oksigen xaric etmir. Məhz nəyə görə siyanobakteriyalar oksigen qazını xaric edir? Çünki onlarda suyun hidrolizi baş verir və suyun hidrolizindən və yaxud da fotolizindən sərbəst oksigen qazı ayrılır. Doğru cavab C variantı. Dördüncü sual. Fotosintez prosesinin qaranlıq fazasında baş verir. Qaranlıq fazasında baş verir. Verilənlər içərisində lap A variantına baxaq, qlukozanın sintezi. Bəli, biz bilirik ki, fotosintez iki fazada gedir, işıq və qaranlıq fazasında. Qaranlıq fazası fərqi yoxdur, həm işıqda, həm də qaranlıqda. Təbii ki, şərti olaraq qaranlıq fazası adlandırılır. Bəli, qaranlıq fazasında karbon qazının sintezi baş verir. Lakin digərləri işıq fazasındadır. Fotoliz, yəni suyun fotolizi, molekulyar oksigenin əmələ gəlməsi, ATF sintezi, atomor hidrogenin alınması hər bir işıq fazasından baş verir. Glukozanın sintezi, karbon qazının havadan mənimsənilməsi məhz qaranlıq fazasında baş verirdi. Doğru cavab A variantı. 5-ci sual. ATF-in quruluşunda olmur. ATF bilirik ki, hüceyrədə əsas enerji mənbəyidir və ATF quruluşuna görə, kimyəvi quruluşuna görə nukleotiddir, lakin hüceyrədə duz şəklindədir. Və hər bir nukleotid də bilirik ki, karbohidratdan, azotlu əsasdan və ortofosfat turşusu qalığından ibarətdir. Lakin ATF-də ortofosfat turşusu qalığı 3 ədəddir, adenin azot əsası var, karbohidratı isə ribozadır. Monosaxarid ola bilər, bəli, ribozadır. Makroergik rabitə var, bəli, 2 ədəd. Ortofosfat turşusu qalığı var, 3 ədəd. Dezoksiriboza yoxdur. Adenin azot əsası var və bəli, ATF quruluşunda olmur. D variantı, dezoksiriboza. 6-cı sual. Verilmiş maddələrdən hansı biopolimer deyil? Verilmiş maddələr içərisində variantlara baxsaq, dezoksiriboza monosaxaridlərə aiddir. İnsulin zulaldır.
biopolimerdir. Albumin zülaldır, biopolimerdir. Ribonukleaza, nukleaza fermentdir, yenə zülaldır, biopolimerdir. RNT nuklein turşularıdır ki, təbii polimerlər hesab olunur. A variantı polimer maddə deyil. 7-ci sual. Sxemə əsasən sintez olunmuş üzüm maddənin miqdarını hesablayın. Bitkinin yaşıl yarpaq sahəsi 12 metrin kvadratı, işıqlanma müddəti 3 saatdır. Biz bilirik ki, bizim belə bir rahat düsturumuz var idi ki, M bərabərdir S vurulsun T. Bu nə deməkdir? 1 metr kvadrat yarpaq sahəsində 1 saat ərzində 1 qram üzüm maddə sintez olunur. Üzüm maddəni də tapmaq üçün biz S-in qiyməti nə qədərdir? 12 vuraq 3-ə. Təbii ki, bu edəcək 36 qram. Doğru cavab A variantı. Davam edirik. Nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. İnterferon virusların təsirinə qarşı insan orqanizmdə sintez olunan Bəli, biz bilirik ki, interferon virusların təsirinə qarşı insan orqanizmdə sintez olunan zülaldır. Zülal mənşəlidir interferonlar. Doğru cavab D variantı. 9-cu sual. Hüceyrədə mitoxondrilərin fəaliyyətinin artdığını hansı qrafik və ya qrafiklər düzgün göstərmir? Yəni, mitoxondrilərin fəaliyyətinin artdığını hansı qrafik və yaxud da qrafiklər düzgün göstərmir? Mitoxondrin fəaliyyəti bilirik ki, energetik mübahisələrin 3-cü mərhələsində, yəni oksigenli mərhələ və yaxud da hidroliz mərhələsində baş verir. Hidroliz mərhələsində ATF-in miqdarı artır, çünki 38 mol ATF əmələ gəlir. 38 mol ATF əmələ gəlir. İstilik miqdarı azalmır. Əslində istiliyin miqdarı da artır. 2600 kilojol idi. Karbon qazının miqdarı artır. Bəli, 6 mol karbon qaz əmələ gəlir. Oksigenin miqdarı isə azalır. Çünki 6 mol oksigen sərf olunur. Doğru cavab A variantıdır ki, burada istilik miqdarı azalmır. Əslində istiliyin miqdarı artır. Bəli. 10-cu sual. RNT və ATF-in tərkibinə daxil olan monosaxarid. Biz bilirik ki, həm RNT-də, həm ATF-in tərkibinə daxil olan monosaxarid riboza karbohidratıdır. Doğru cavab D variantı. Məlumat RNT-nin verilmiş siyahıdakı triplet kodlarından neçəsi amin turşusunu kodlaşdırır? Biz burada nəyə diqqət yetirməliyik? Əgər verilənlər içərisində stop kodları çıxsaq, yerdə qalanları amin turşularının kodlaşdırılmasında iştirak edir. Ümumilikdə neçə ədədidir? 1, 2, 3, 4, 5, 6, 7 və 8 ədəd. Lakin burada stop kodlar hansılardır? Urasil adenin, urasil adenin guanin, urasil guanin adenin. Bunlar stop kodlardır. Bilirik, məlumat RNT-də amin turşularını kodlaşdırmır. Kodlaşdıranlar hansılar qaldı? Yerdə qalan 4 ədəd. Məhz bunlar amin turşularının kodlaşdırılmasında iştirak edir. Baxaq, 12-ci sual. Fotosintezin xarici amillərinə aid deyil. Fotosintezin bilirik ki, təsir edən xarici amillər var və daxili amillər. Və fotosintezə təsir edən xarici amillər hansılardır burada? İstilikdir, işıq şiddətidir, işığın dalğa uzunluğudur, karbon qazının miqdarıdır. Yəni, ətrafdan gələn hissələr xarici amillərdir. Lakin bitkinin özündə olanlar isə daxili amildir. Məsəl üçün, xlorofillin miqdarı. Doğru cavab C variantı. 13-cü sual. DNT molekulunun müəyyən bir hissəsində adenin və sitozin azot əsaslarının ümumi sayı N olarsa, bu hissədəki dezoksiriboza və ortofosfat turşusu qalıqlarının cəmini hesablayın. Bəli, ortofosfat turşusu qalıqlarının cəmini hesablayın. Biz necə hesablayarıq? Bizim məsələ şərtində deyilir ki, adenin və sitozin nukleotidlərinin cəmi N olarsa, deməli, biz buradan belə bir nəticə çıxardırıq ki, timin və guanin nukleotidlərinin də cəmi N olar. Hər ikisini toplasaq, eləyər neçə? 2N.
Və 2N bizdə nədir? Ümumi nukleotidlərin sayıdır. Biz də bilirik ki, nukleotidlərin sayı dezoksiribozanın, fortofosfat turşusu qalıqların sayına bərabərdir. Əgər molekulda 2N nukleotid varsa, 2N qədər dezoksiriboza var, 2N qədər də ortofosfat turşusu qalığı olar ki, bunların cəmi birlikdə edər 4N. Doğru cavab C variantı. 14-cü sual. Məlumat RNT haqqında səhv mülahizəni müəyyən edin. Baxaq, tərkibindəki guanin azot əsaslarının sayı həmişə sitozin azot əsaslarının sayına bərabər olur. Burada dayanaq. Tərkibində timin azot əsası olmur. Doğru fikirdir. Bir zəncirlidir. Bəli. Zülal sintezində bilavasitə iştirak edir. Doğru. Nüvə və sitoplazmada olur. Tamamilə doğrudur. Tərkibində bəli, guanin azotlu əsasların həmişə sitozin azotlu əsasların sayına bərabər olmur. Çünki niyə? Bu yanlış fikirdir. Məlumat RNT bir zəncirdən ibarətdir. Əgər zəncirdə guanin nukleotidi 100 olarsa, o demək deyil ki, zəncirdə sitozin nukleotidi 100-ə bərabər olsun. Belə yazsaq yanlış edərik. Sadəcə guanin nukleotidi 100-dürsə, buna komplementar olaraq DNT molekulunun ikinci zəncirində 100 sitozin yaza bilərik. Yəni DNT molekulunda da, bəli, məlumat RNT-də də bir zəncirdə azotlu əsasların sayı bir-birinə bərabər ola da bilər, olmaya da bilər. İndi burada deyir ki, sayı həmişə sözünə görə yanlışdır. Sadəcə bərabər də götürə bilərik, bərabər götürməyə də bilərik. Həmişə sözü burada yanlışdır ki, həmişə sitozin əsaslarının sayı guanin azot əsaslarının sayına bərabər olur. Yanlış fikirdir. Bərabər olmaya da bilər. A variantı. 15-ci sual. Hüceyrədə bir çox suallar bioloji katalizator rolunu oynayır. Bu sualların hansı funksiyası ilə əlaqədardır? Bəli, sualların bir çox funksiyaları vardır ki, bunlardan bioloji katalizator rolunu oynayan fermentlərdir ki, biz də bilirik ki, bütün fermentlər sualdır və fermentlər reaksiyanı sürətləndirir, lakin özü həmişə sabit qalır. Doğru cavab B variantı. Monomeri qlükozadır. Verilənlərin məsəl üçün nəqliyyat RNT-nin monomeri nukleotiddir. Dezoksiriboza özü monomerdir. Selüloza bəli, mürəkkəb polisaxaridlərdir. Monomeri beta qlükozadır. Bəli, doğru cavabımız C variantıdır. Yağın monomerləri gliserin və yağ turşuları, ATF sintetazanın zülaldır, monomeri amin turşularıdır. Məhz qlükoza olan selülozanı göstərə bilərik. Doğru cavab C variantı. 17. Nöqtələrin yerinə 3 rəqəmi yazmaq olmaz. Baxaq, hüceyrədə 3 növ nuklein turşuları olur. Yanlışdır. Hüceyrədə 2 növ yazılmalı idi. Orada 3 yox, 1 yanlışdır. Bir triplet, bir amin turşusuna uyğun gəlir. Bəli, doğru fikirdir. Burada yəni yenə 3 yaza bilmərik. 1 rəqəmi yazılar. Adenzotrifosfat turşusunda 3 fosfat turşusu qalığı olur. Bəli, 3-ü yaza bilərik, 3 rəqəmlə. Hər bir amin turşusunun kodlaşdırılmasında 3 ədəd nukleotid iştirak edir. Bəli, bir amin turşusu bir triplet kodlaşdırır. Hər tripletdə də 3 nukleotid vardır. Yaza bilmərik 3 rəqəmli birinci və ikinci variantlarda. Doğru cavab C variantı. 18. DNT-nin müəyyən bir hissəsinə aid sxemlərdə rəqəmlərlə işarə olunmuş molekullardan hansı və ya hansıları RNT-nin quruluşunda olmur? Baxaq görək, yəni bu DNT molekulunun quruluşu verilib, verilənlər içərisində hansı RNT molekulunda ola bilməz? Təbii ki, bu DNT-də olan dezoksiriboza, RNT-də olan dezoksiriboza karbohidrat RNT-də ola bilməz. Çünki RNT-də ribozadır. Biri 2 ola bilməz. 3 ola bilər. Məsəl üçün adenin azotlu əsasıdır. Bunun qarşısında DNT-də timindir. İndi timini göstərilməyibdir. 3 ola bilər, adenin ola bilər. Nədən bildim adenindir? Biz bilirik ki, adenin 2 halqadan ibarətdir. 1 ilə işarə olunan ortofosfat turşusu qalığıdır ki, hər ikisində ola bilər. 4-ə baxaq. Bəli, 4-də sitozin ola bilər. Sitozinin qarşısındakı 2 halqalı olan isə guanin nukleotididir. Digərinə baxaq. 5. Burada yenə adenindir. Adenin qarşısında artıq mən DNT
molekulunda timin yazmalıyam və timin məlumat irintide yoxdur. Ona görə 2 və 5-də olan rəqəmlərlə göstərilmişsə, məlumat irintide ola bilməz. Yəni 2-də dezoksiriboza göstərilib, 5-də timin göstərilib. Mən nədən bildim? Təbii ki, bu 2 qat hidrogen rabitələrinin sayına baxdım, 2 ədəddir və 2 halqadan ibarət olan adenin nukleotididir. 2 halqadan ibarət olan adenin nukleotidi yox, üzr istəyirəm. Adenin azotlu əsasıdır. 2 halqadan ibarət olan guanin azotlu əsasıdır. Bunun da şəkillərdə diqqət yetirək. Doğru cavab Y variantıdır. 19-cu sual. Hidrogen rabitələrinin ümumi sayı N. Adenin azot əsaslarının sayı A. Sitozin azot əsaslarının sayı X olarsa, bizim belə bir rahat düsturumuz var idi. Biz bilirdik ki, hidrogen rabitələri bərabərdir 2 adenin üstə gələk 3 sitozin. Məhz buradan sitozini tapmaqla sitozin bərabərdir. Hidrogen rabitəsi çıxaq 2 adenin bölək 3-ə. Məhz doğru cavabımız A variantı. 20-ci sual. Sxemə əsasən yanlış bəndi müəyyən edin. ATF göstərilibdir və Y, X, Z, K və L. Gəlin bir-bir variantları oxuyaq. X tərkibində 2 makroergik rabitə var. Bəli, doğru fikirdir. Tərkibində 2 makroergik rabitə var. B variantına baxaq. Y eukariot hüceyrədə sitoplazmada sintez oluna bilər. Y eukariot hüceyrədə sitoplazmada sintez oluna bilər. Bəli, tamamilə doğrudur. Oluna bilər. L bir hüceyrədə sintez olunaraq başqa hüceyrələrə keçə bilir. Bəli, bax bu yanlışdır. Biz dedik ki, ATF molekulu bir hüceyrədə sintez olunduqda digər hüceyrəyə keçə bilməz. Mən yanlış deyirəm, bu isə plus qoyduğuna görə yanlış məhz budur. Digərinə baxaq. Z yalnız oksigenli mühitdə yaşayan canlılarda sintez olunur. Yanlış fikirdir. Mən də deyirəm yanlışdır. Burada da yanlış göstərilib. Ona görə doğru götürürük. K sitozinin qaranlıq fazasında sintez olunur. Yanlış fikirdir. Biz bilirik ki, fotosintezin qaranlıq fazasında deyil, ATF işıq fazasında sintez olunur və burada da yanlışdır. Ona görə yanlışdan yanlış üst-üstə düşdü. Burada mən deyib ki, keçə bilir. Bəli, biz bunu deyirik yanlış, o deyir plus. Eukariot hüceyrədə sitoplazmada sintez oluna bilər. Bəli, doğru fikirdir, doğru götürürəm. 2 makroergik rabitə var. Bəli, doğru götürürük. Doğru cavabımız bizdə, yəni yanlış olan C variantı. 21-ci sual. Dezoksiriboza, ATF sintetaza, hemoglobin, nişasta, nəqliyyat rentesi verilmiş maddələrdən neçəsi biopolimerdir? Biz bilirik ki, dezoksiriboza monosaxariddir. ATF sintetaza bu fermentdir. Fermentdə zulaldır və zulallar biopolimerdir. Hemoglobin yenə zulaldır. Zulallar biopolimerdir. Nişasta mürəkkəb polisaxaridlərə aiddir. Karbohidratlardan yenə polimer maddədir. Özü nişastadan selluloza təbii biopolimerlərdir. Nəqliyyat renti də nuklein turşularıdır və polimer maddədir. 4 ədəd burada polimer maddəyə rast gəlinər. Doğru cavab B variantı. Səhv mülahizəni müəyyən edin. Energetik mübadilənin 3-cü mərhələsində. Baxaq, birinci A variantı mitoxondri daxilində süd turşusu hidroliz uğrayır. Bəli, biz bilirik ki, energetik mübadilədə baş verən reaksiyalardan biri 2 mol süd turşusu, karbon 3, H6, O3 su ilə hidroliz olunur. H2O əmələ gəlir karbon qazı və əmələ gəlir, burada da 6 yazacağım, 6 dənə bura, karbon qazı və əmələ gəlir 24 ədəd hidrogen katyonu. Bax, bunu yadımızda saxlayaq. Ən birinci olan mitoxondri matriksində gedən süd turşusunun hidrolizidir. Hidroliz nə deməkdir? Su ilə reaksiyasıdır. Doğru fikirdir. Və hidroliz olunaraq əmələ gələn karbon qazı ətraf mühitə çıxır. 24 hidrogen katyonu isə istifadə olunur. Baxaq, B variantı əks yüklü hissəciklərin mitoxondri membranının müxtəlif tərəflərində toplanması potensiallar fərqi əmələ gətirir. Bəli, biz bilirik ki, mitoxondri membranın tərəfində hidrogen müsbət, oksigen isə mənfi olaraq potensiallar fərqi yaranır. Doğru fikirdir. Digərinə baxaq. Karbon qazı əmələ gəlir. Karbon qazı əmələ gəldi, bəli, süd turşusunun hidrolizindən.
D variantına baxaq. ATF ADF-ə parçalanır. Yanlış fikirdir. Əslində ADF-dən ATF yaranır. Parçalanmır ATF ADF-yə. Yanlış olan D variantıdır. Mütləq oksigen iştirak etməlidir. Bəli, ona görə 3-cü mərhələ oksigenli mərhələ adlanır ki, mütləq şəkildə oksigen iştirak edir. Doğru cavab, yəni yanlış olan D variantı. 23. Heyvan hüceyrəsində olan biopolimer maddədir. Heyvan hüceyrəsində olan biopolimer maddə burada deyirik ki, glikogendir. Başqa cür adı heyvani nişastadır. Yalnız heyvan hüceyrəsindədir. Selluloza bitki hüceyrəsindədir. Saxaroza bitkidə olan disaxaridlərdir. ATF həm bitki hüceyrəsində, həm heyvan hüceyrəsində ola bilər. Glikoza əsasən bitki hüceyrəsində rast gəlinir və glikoza həm bitki hüceyrəsində, həm heyvan hüceyrəsində olar. Sadəcə biopolimer olmadığına görə götürmürük, lakin biopolimer olan glikogeni götürə bilərik. Doğru cavab Y variantı. 24. Yanlış olan bəndi müəyyən edin. Yanlış olan mülahizələri müəyyən edin. DNT molekulunun müəyyən bir hissəsindəki nukleotit sayı n-dirsə, bu hissədə, yəni n olarsa, deməli hidrogen rabitələrinin sayını